Həsrət günü var qabaqda. Bir ömür, yaşadığın ömrün həsrətini çəkmək var, qiyamət günü var. Biz bilməliyik, ona görə danışırıq. Nə üçün bilməliyik? Bilək ki, gedək əməl eləyək, xeyr. Hamıdır ki, bilək ki, gedək əməl eləyək. Mən deyirəm, xeyr. Bilək ki, arzu eləyək. Bilək ki, arzu eləyək. Biz bilib, niyə əməl eləyə bilmirik? Sual verirəm. Çox şey bilirik, əməl eləyə bilmirik. Niyə? Sirri nədir? Sirri budur ki, arzu eləmirik. O qədər ki, lazımdır, istəmirik. İstək çox şeyə həll eləyir. Bugün onun haqqında danışacağım. Biz bilib niyə nələrəsə əməl eləmirik? Hey, eşidirik, əməl eləmirik. Çünki əsas şərti var. Biliyin əmələ keçməsinin ən əsas şərti istəməkdir. Yox, mən istəyirəm, yox. Bilik əmələ keçməyibsə, bir dənə problem nədir? Deməli, lazım olan qədər istəməmsən. Vəssalam, başqa heç nə. Bilirsənsə, əməl eləmirsənsə, deməli, lazım olan qədər istəməmsən. İnsan mümkün deyil, istəsin, arzulasın, əməl eləməsin. Bu mümkün deyil. Sən mənə 100 dəfə də otursan, saatlarla bəhs eləsən, sübut eləsən, mən istəyirəm, alınmır, yox. Mən deyəcəm ki, sən istəmirsən. İnsan belə bir varlıqdır ki, istədisə eləyəcək. Bu insan belədir.